Gözəl bir fayda. Bu hamımıza aiddir. Gözəl dinləyin. Bəlkə də bir söz insanın qəlbinə təsir etsin və bu dünyadan köçənə qədər o sözdən faydalansın. Bəlalara səbr etmək Allahın nemətlərinə şükr etməyin bir hissəsidir. Bunu bilirdiniz. Bəlalara səbr etmək şükür deməkdir. La ilahe illallah. Dəlil nədir? Quran-ı Kərim. Dəlil nədir? Quran-ı Kərim. Bəlalara səbr etmək Allahın nemətlərini şükr etməyin bir hissəsidir. Allah Teala buyurur. Biz onu, Eyyubu səbirli gördük. O ne gözəl bir qul idi. Həqiqətən o Allah'a tez-tez yönələn idi. Daima Allah'a qayıdan idi, tövbə edən idi. Saat surəsi 44-cü ayə. Eyyub Aleyhisselam idi ki, illərlə bəlaya düşər olmuşdu. Onun imtihanı yalnız bədəniyle değildi. O övladların ölümüyle imtihan olundu. Mal dövlətini itirməklə imtihan olundu. Ətrafındaki insanların ondan uzaqlaşmasıyla imtihan olundu. Xəstəliyinə görə insanların incitməsi və onu yaşadığı yerdən çıxarılmasıyla imtihan olundu. Həmçinin o bu imtihanı uzun illər davam etməsiyle imtihan olundu. La ilahe illallah. Allah bize xəbər verir ki, Eyyub Aleyhisselam imtihandan keçdi ve uca Allah büyük bir uca Allah'ın tərifine, təzkiyəsinə nail oldu. Bilirsiniz nə deməkdir? Allah'ın tərifine layık oldu. Allah'ın tərifine layık oldu. Bir kul ki Allah'ın tərifine layık olarsa, subhanallah, biz onu səbirli gördük. Ne gözəl kul idi. Həqiqətən o Allah'a tez-tez yönələn idi. Əvvəb, daima Allah'a yönələn idi. Dua ilə, zikirlə.